İzləyicilər, qəhrəmanlar deyər Biləsuvarın Nərmançən kəndində şəhidimiz Rövşən Eynullayev Elşən oğlunun ocağında. Müşər kimi Həşim qardaşımız hər zamandakı kimi bu gün də şəhid ailəsində çəkilişdə. Hal-hazırda şəhid ailəsi, şəhid anası Tünzalı və qonaqlarımız var. Gəlmiş o şəhid ocağım diyor. Əzəliyə təşəkkürümüzü bildiririk ki, bugün avtomobilindən istifadə elədik. Yəni var olsun ki, bundan neçə dəfədir belə işlərə hər zamandakı dəstəkdə Əzəli hər zaman xəstələrə, imkansızlara dəstək olan oğlandır. Mahmudov Əzəli hər zaman xəstə imkansız olarsa dəstək olma özünə borc bilir. Təqdimat olacaq inşallah belə deyək də irəliləyən dəqiqələrdə, irəliləyən saatlarda təqdimat olacaq inşallah. Allah şəhidimizin ruhunu şad eləsin. Allah qazilərimizə şəfa versin. Ekranlarımıza can sağlıq. Bax, qonaqlarımız xalçadır, gətirdik. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa və etiranlarımıza can sağlıq. Dediyim kimi hal-hazırda xalça təqdimatına görə biz buradayıq. Şəhidimiz Rövşən Eynullayev Elşən oğlunun ocağındayıq. Allah şəhidlərimizi rəhmət eləsin. Şəkil təqdim edilir. Birinci Elçi Tağıyevlə başlayıb. Arzusu olur. Birinci şəkil Zəhmədabadda paylamaq üçün. Gəlib çıxıb maşallah 32-cidir. Yavaş-yavaş uşağın öz arzusu, mənim arzumdur. Bu qızımızın arzusudur. Öz arzusudur. Allah arzusuna çatdırsın. Zəhməti ilə qazandığı vəsaiti verir. Ay maşallah, Allah saxlasın. Çox gözəl, həqiqətən bu yaşda, yəni 32 şəhidin ocağında olaraq bu gün də 33-cü şəhidimizin ocağındayıq. Rövşən Eynullayev Elşən oğlunun ocağında. Ünvan da Biləsuvar rayonunun Nərmançən kəndidir. Şəhidlərimiz üçün əlbəttə kimlər nələrsə edirsə bir xatirə olaraq şəhid ailəsini sevindirmək hər bir Azərbaycanın borcu olduğu kimi qardaşımızın adı nədir qardaşım? Səbuhi. Qızımızın adı nədir? Rüqaya. Səbuhinin qızı Rüqaya balamız bax belə belə deyək. Balaca bir xalçaya şəhidimizin şəkli anasıyla birgə özündə təsvir edərək şəkili 33-cü şəhid ailəsinə gətirib öz arzusudur. Rüqaya qızımız, Allah sizi var eləsin, Allah arzuya çatdırsın. İnşallah böyüyüb ali məktəbə girib bir sənət sahibi olub yenə də şəhidlərimizin adını yaşatmağı sizə arzulayıram. Allah sizi xoşbəxt eləsin. Hər bir Azərbaycanlının borcu olduğu kimi siz də gənc nəsil olaraq özünüzə borc bilibsiniz. Allah sizi var eləsin. Həqiqətən sevindirici və qürur vericidir ki, bugün şəhidimizin anasına təqdimatı siz edirsiniz, özdə şəhidimizin şəkilindən xalça. Təşəkkür edirəm. Tünzalı ana, nəsə bir iki kəlmə əlavən varsa buyur. Allah şəhidlərimizə ruhunu şad eləsin. Allah sağlık qalanda can salamat eləsin. Onun gözəl anasına Allah rəhmət eləsin. Bu cür oğullar var. Allah biz deyirik ki, qəhrəmanları dünyaya analar gətirib. Ama belə oğullardan Allah dünyaya gətirib. Sağ olsun bizim bağlarımız üçün. Əziyyətimə görə çox sağ ol. Hər bir şəhid ailələrinin evində olur. Əlbəttə. Qardaş, təşəkkür edirəm. Həqiqətən çox gözəl bir ailə başçısan ki, sənin belə deyim, verdiyin tərbiyədən irəli gəlir ki, bax sənin övladın bu gün özün deyirsən ki, bir arzu edib ki, 78 şəhidin ailəsində ocağında olmağı, 33-cü şəhid ocağındadır. Həqiqətən özü də dedin ki, öz halal pulundan. Öz halal pulundan. İndi çox maraqlı gəlir. Özü o pulu hardan qazanır? Onu deməyə ehtiyac yoxdur. Bördə deyəri söylür. Yaxşı, əsas odur ki, özünə gələn puldur da. Yəni sənin pulun deyil. Çox gözəl, çox qəşəng. Təşəkkür edirəm. Balondan xeyir götürəsən. Allah şəhidimizin ruhunu şad eləsin. Çəkiliş vasitəsindən bütün Azərbaycan xalqına deyirəm. Nəinki bugün balaca bu Rüqayəmiz, hər bir Azərbaycanlı şəhidimizin ocağına ziyarət etməlidir və onların xatirəsi əbədi olması üçün əlindən gələni hər bir Azərbaycan xalqı etməlidir. Və bir daha Rüqaya xanıma çox sağ ol deyirik, təşəkkürümüzü bildiririk. Əbədi olsun bu işləri. Hətta yenə deyirəm, təkrar deyirəm. İnşallah ali məktəbə
qəbul olsun, bir sənət sahibi olsun və şəhidlərimizin adını hər zaman yüksəklərdə, ucalarda tutsun. Çox sağ ol balam, var olasan. Allah ata-ananın səndən xeyir götürsün. Anam, qarşında baş əyirəm. Bu gün qürur verici bir andır ki, balaca Rüqayyəmiz, balaca bir xalçanın üzərinə anamızla şəhidi qəhrəman Rövşənimizin şəklini əks etdirərək sizlərə təqdimat etdi. Bir qəhrəman anası kimi Rüqayyə xanıma, balaca Rüqayyə nə deyərsən dilindən işləş. Buyur. Xoş gəliblər. Onun qadasını alım mən. Bu böyük ürəklə bizim şəklimizi çıxardıb. Bundan böyük hədiyyə ola bilməz şəhid anası üçün. Qardaşlar da çox sağ olsunlar, var olsunlar. Bunu heç mən belə deyim də, mən bilmirdim belə bir şey var. Çox sağ olsun mənim bu gözəl bacım, Tünzalə bacım, bunu təşkil elətdirib. Onun əllərindən öpürəm. Sağ olsunlar, var olsunlar. Bundan böyük hədiyyə mənə ola bilməz. Əlbəttə. Böyük hədiyyədir. Borcumuz. Əlbəttə. Bu gün gəlib çəkirsiniz, işıqlandırırsınız. borcumuzdur bizim. Allah balalarınızın canı salamat eləsin. Bu günləri həqiqətən Balalarınızın toyunda iştirak eləyək. Rüqayyə balamız bir qəhrəman anasının qəlbini sevindirməklə özünə qürur bildi. Həşim, sən hər zaman hamını çəksən, istərdim də elə sizdən də bir iki kəlmə götürüm. Buyur. Çəkə-çəkə bir iki kəlmə deyəsən. Sağ ol İsa. Allah razı olsun. Allah köməyin olsun. Çox sağ olsunlar qardaşlar. Allah razı olsun. Həqiqi sevindik. Sevindirici oldu. Sevindirici aldı. Çox sağ ol. Aşkım buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Allah balamızın canı salamat eləsin. Fəxri olası işdir. Həqiqətən. Canı salamat eləsin. Aşkın Allah sənə də övlad qismət eləsin. Aşkın da bizim dəyərli qardaşımız. Allah balamızdan fəxr edirik. Allah Elşən əmiyə də nəvə qismət eləsin. İnşallah onu qismət eləməyənlərə də Rafət əmiyə və Elşən əmi gəbəri. Elşən əmi zəhmət olmaz. Xahiş edirəm gəbəri. Elşən əmi qarşında baş əyirik. Sən elə bir mərd atasan ki, bu gün belə ata kimi atasan. Şəhid atası kimi də böyük bir qürurcu, bir verici atasan. Həqiqətən xəstələrə, imkansızlara hər zaman dəstək olan bir atasan. Biz sizlərlə fəxr edib qüruruz ki, bu gün sənin ocağında balaca Rüqayyəmiz həqiqətən bir qürur verici, balaca xalçasıyla anamızı sevindirməyə gəlib. Bir qəhrəman atası kimi istərdik sən də bir iki kəlmə deyəsən. Allah cəm şəhidlərimizin hamısından ayrı salmasın. Allah sizi var eləsin. Allah balamızın da kömək olsun. Allah başa can versin. Çox sağ ol. Çox sağ olsun. Borcumuz. Çox sağ olun. Allah razı olsun. Var olasın. Allah Dəyər verdiyinə görə çox sağ olsun. Var olasın. Dəyərli şəhid anaları, dəyərli şəhid atası və şəhid sevən dəyərli qardaşımız. Allah sizi var eləsin. Əlbəttə bu gün qanı ilə tarix yazan, vətən uğrunda canından keçən qəhrəman şəhidlərə borcluyuq. Bədənin müəyyən hissəsini vətən uğrunda qurban verən, gecəni səhərə qədər sızıltı ilə açan qazilərə, veteranlara və bu gün isti soyuq bilməyən, bax görürsünüz çöldə elə bir hava var, hamı içəri qaçır. O havada bizləri qoruyan əsgərindən zabitinə kimi Allah qorusun ordumuzu. Var olasınız, bir daha qarşıda baş əyirəm. Balaca Rüqayyəmizə də bir daha təşəkkürümü bildirirəm, var olasan deyirəm. İnşallah arzuları o çatdırsın qızım sənə. Var olasan, gələcəyin də xoşbəxt bir parlaq talih versin Allah sizə. Çox sağ olun, var olun və bizdən də bu qədər, biz də özümüzə borc bildik, sizlərin yanında olaq. Təşəkkür. Var olasın.